Salamlayıram sizi. Bugün bizdə 9-cu dərsdir. Və bu dərsdə biz iki mövzuya toxunacağıq. Birinci, bələdçi xətlər və ikinci, şəklin fonunu silinməsi. Birinci mövzumuz bələdçi xətlərdir. Keçən dərslərdə biz şəkillərlə işləyəndə ola bilsin ki, siz fikir verirsiniz ki, ekranda qəhvəyi rəngində qırıq xəttlər əmələ gəlir. Bax, həmin qırıq xəttlərə bələdçi xətlər deyirlər. Onlar şəkillərlə işləyəndə istifadəçilərə müəyyən qədər köməklik göstərə bilərlər. Gəl görək, bu köməklik nədən ibarətdir? Əvvəlcə həmin bələdçi xətləri proqramda istifadə etmək üçün bunu sistemə göstərmək lazımdır. Yəni proqrama göstərmək lazımdır. Keçirik View tabına və buradan Pokazat, yəni göstər bölməsində bu işarəni basırıq və əgər bu bölmədə Отображать smart направляющий при выравнивании figur quş yoxdursa və belədirsə, buna bir dənə quş qoyuruq və OK düyməsini basırıq. Əgər quş varsa problem deyil, onu da OK basmaq lazım. Yəni bu əməliyyatın qabağında quş işarəsi durmalıdır ki, həmin bələdçi xətlər görsənsin. Daxil elədik. Yəni sistemə göstərdik ki, bələdçi xətlərdən istifadə etmək olar. İndi bir neçə dənə şəkili burada yerləşdiririk. Növbəti bir dənə slayd yaradırıq. Yaxşı olar ki, slaydın fonu ağ rəngdə olsun. Bir dənə boş slayd yaradırıq. Sozdать slayd. Amma bizdə görürsünüz, belə rəngdə boş slayd yaradırıq. Yəni bizdə bu maketlərdən istifadə etdiyimiz üçün növbəti maketdə həmin dizaynda yaradılır. Yəni, həmin dizaynı dəyişmək lazım. Yəni, maketi dəyişmək lazım. Keçirik dizayn menüsuna və buradan bax, bu dizaynı istifadə edir. Amma yalnız bu slayd üçün. Ona görə sağ düyməni basırıq və burada Применить к выделенным slaydım. Yəni, seçilmiş slaydlar üçün şamil et. Bizdə isə yalnız görürsünüz, qırmızı xətt bu slayddadır. Bu əmri seçirik və yalnız bu slayd ağ rəngdə olur. Yəni maketə baxsaq, bu maketdir. Boş slayddır, həmin maketdir. Amma ağ rəngdədir. Görürsünüz, boş maketdir, amma ağ rəngdədir. İndi bura şəkilləri yerləşdirmək lazımdır. Tutalım ki, biz bu menüdə durmuşuq. Yəni bu tabda durmuşuq, Vid tabında və Vstavka, insert tabına keçmək istəmirik. Keçən dərs yazımızda biz buradan şəkilləri götürdük. İndi ikinci variantı göstərəm. Şəkilləri burada necə yerləşdirmək olar? Həmin olan qovluğu açmaq lazımdır. Yəni şəkillərimiz yerləşdiyi qovluğu açmaq lazımdır. Gəl müvəqqəti bağlayaq PowerPoint proqramını. Bu qovluğu da bağlayaq. Keçirik kompüterə və məndə şəkillər burada yerləşib. İzobrazение, образцы изображений və AutoPP. Şəkili bir dəfə tıklayırıq və sol düyməni buraxmadan dartmaq olar PowerPoint proqramının işarəsinin üstünə. Sonra gətirirsiniz bura və sol düyməni buraxırsınız. Şəkil yerləşdi. Əgər bu çətindirsə, ikinci variantdan istifadə etmək olar. PowerPoint proqramının ekranını bir balaca kiçildirik. Həmin qovluğu da bir balaca kiçildirik. Bu bizdə qovluq, bu bizdə PowerPoint proqramının pəncərəsi və şəkillər bura yerləşdiririk. Gələndə sol düyməni basırsınız və buraxmadan dartırsınız proqramının pəncərəsinə. Amma əgər bizə bir neçə şəkil bura gətirmək lazımdırsa, hal-hazırda biz 3 şəkil gətirəcəyik. Bir-bir bunu eləməmək üçün əvvəlcə birinci şəkli seçirik, sonra klaviaturdan Ctrl düyməsini basırıq, ikinci şəkli seçirik, üçüncü şəkli seçirik və üçünü birdən Ctrl düyməsini buraxırıq
və üçünü birdən dartırıq PowerPoint pəncərəsinə və buraxırıq düyməni. Bir də göstərirəm. Seçdik. Və gətirəndə fikir verir. 3 rəqəmi göstərir proqram və kursorun formasına fikir verir. Hal-hazırda ağ rəngdə oxdur. PowerPoint pəncərəsində keçən kimi görürsünüz. Artıq oxun altında qırıq xəttində 4 bucaq var və ikinci 4 bucağın içində, yəni kvadratdır, içində nöqtə müsbət işarəsi var. Bu deməkdir ki, sol düyməni buraxa bilərsiniz. Buraxırsınız, 3 şəklin üçü də burada yerləşir. Gəlirik böyüdək pəncərəni. 3 dənə şəkildir bizdə. Birinci BMW-dir, ikinci Audi'dir. Bu isə Mercedes-dir. Format tabı açılır və sağ tərəfdə görürsünüz, həmin şəkillərin hündürlüyü və eni göstərilir. Gəlin, buradan da dəqiq dəyişmək olar hündürlüklə eni. Bu işarələrlə isə şəkillərin qıraqlarında olan işarələrlə isə təxmini dəyişmək olar. Gəlin, əvvəlcə təxmini dəyişək, hündürlüyü, eni belə dartırıq, sol düyməni basırıq, buraxmadan dartırıq. Gəlin, Mercedes-i dəyişək, belə eləyək. Bu isə Audi'dir. Dəyişdik. İndi gəlirik hündürlüyünü dəyişək şəkillərin. BMW-də 549, 576, 661. Eləyə tutalım ki, 6 sm hündürlük. Bütün şəkillərdə 6 sm, 6 sm və 6 sm. Bütün şəkillərin hündürlüyü 6 sm oldu. Amma enləri görürsünüz, cürbəcürdür. Burada enləri eyni cür eləmək mümkün olmayacaq. Nəyə görə? Bu pəncərəni açaq istənilən bir şəkil üçün. Bizdə burada Audi seçilib. Burada razmer ölçü pəncərəsində bu işarəni basırıq. Və burada fikir verir, belə bir əmr var. Saxlaniyet proporsiya. Yəni şəklin proporsiyalarını saxla. Yəni hündürlük dəyişəndə en dəyişir, eni dəyişəndə hündürlük dəyişir. Ona görə 3 şəkili eyni vəziyyətə gətirmək çətindir. Buna görə bütün şəkillərdə istəyirsiniz bir-bir eləyiz belə, bu quşu buradan yığışdırırız. İstəyirsiniz 3 şəkili birdən seçiz, sonra buradan quşu yığışdırırız. Bir-bir də eləmək olar, üçünü də birdən eləmək olar. Və indi enini dəyişmək olar ki, hündürlük dəyişməsin. Eni 996, burada 1063, burada 8, elə 9 sm. 3 şəkildə də. 9 və 9. İndi bu 3 şəkildir bizdə, düzdür? 3 şəklin səviyyəsini eyni eləmək istəyirik. Görürsünüz, Mercedes biraz yuxarıdadır, BMW biraz aşağıdadır, Audi lap aşağıdadır. Gəliz BMW ilə Mercedes-in səviyyəsini eyni eləyir. İndi fikir veriz. Mən BMW şəklini dartıram yuxarı. Hələ keç də yoxdur və fikir veriz. Mercedes-i yaxınlaşdıran kimi fikir veriz, qəhvəyi rəngində xətt əmrə gəldi. Qırıq xəttlərdə o göstərir ki, artıq 2 şəkil eyni səviyyədədir. İndi eyni əməliyyatı Audi ilə eləyirəm. Gətirir Mercedes-in səviyyəsinə və fikir veriz. Səviyyə eyni olan kimi yuxarıda qırıq xəttlər əmələ gəlir. İndi çəkirəm bu şəkli sağa və belə. Gəl BMW hündürlüyündə ilə 6 sm belə. İndi bu şəkillər arasında məsafəni eyni eləməkdir. Görürsünüz, BMW ilə Mercedes arasında məsafə bu qədərdir. Amma Audi ilə Mercedes arasında məsafə daha çoxdur. Biz istəyirik ki, şəkillər arasında məsafə eyni olsun. Nə edirik? Bunu əllə də eləmək olar, bir də dartmaq olar, gətirmək olar, fikir veriz. Və şəklin aşağısında fikir veriz, iki şəklin arasında, aşağısında qırmızı rəngdə
2 dənə uçbucaq görsən, bu o deməkdir ki, şəkillərin arasında məsafə eynidir. Və buraxırıq. Gəl bir də eləyək. Deyək ki, BMW, Mercedes çəkin bura. BMW çəkin bura. İndi Audi-ni uzaqlaşdırırıq. Görürsünüz, burada məsafə azdır, burada məsafə çoxdur. Seçdim Audi-ni, çəkirəm sağa və fikir verirsiniz. Və məsafə eyni olan kimi şəkillərin arasında və aşağıda 2 dənə uçbucaq əmələ gəlir qırmızı rəngdə. Buraxıram, görürsünüz, məsafələr eynidir. Və bələdçi xəttlər belə istifadəçiyə kömək eləyirlər. Həm şəkillərin səviyyəsini eyni eləmək üçün, həm onların arasında olan məsafəni eyni eləmək üçün. İndi keçək dərsimizin ikinci mövzusuna. Bu şəklin fonunu silməkdir. Yəni bu Mercedesin fonunu siləcəyik. Gəliz indi bir dənə də slayd yaradaq ayrıca. Gətirək Mercedesi bura. Seçirik Mercedesi. Dartırıq. PowerPoint proqramı içində yerləşdirdik. İndi əgər lazımdırsa bu şəklin miqyasını artıra bilərik. Ölçülərini yox, məhz miqyasını. Buradan da dəyişə bilərsiniz. Müsbət, mənfi işarələrlə artıb azaldırsınız. Yaxud bu işarələrlə sol düyməni basıb buraxmadan dartırsınız sağa sola. Əgər bura rahat deyilsə, onda keçirsiniz Vid tabına, View tabına və burada miqyas, maştab düyməsini basırsınız və buradan dəyişdir. İndi fikir verirsiniz, bura. Burada da 54, burada da 54. Buradan arttırıram. Deyək ki, 90 eləyək. Yaxud da əllə yazırsınız. Burada 90. OK düyməsini basan kimi burada da 90 görsənəcək. Fikir verirsiniz. Yəni fərq nədir? Burada siz dəyişəndə miqyası avtomatik olaraq burada görsənir. Dəyişiklik. Buradan dəyişəndə isə OK düyməsini basandan sonra dəyişiklik qüvvəyə minir. İndi siz necə rahat elə dəyişirsiniz. İstəyirsiniz buradan eləyirsiniz, istəyirsiniz buradan eləyirsiniz. İndi bax bu miqyası, bu şəklin fonunu buradan yığışdırırıq. Təbii ki, əvvəlcə şəkli seçirik. Seçəndə tab formatı. Format tabı əmələ gəlir. Və buradan udalit fon. Gəl mən bu pəncərəni bağlayayım. Udalit fon əmrini seçirsiniz. Seçən kimi o belə cəhrai bir rəng əmələ gəlir şəkildə. O deməkdir ki, əgər bax bu düyməni bassaq saxlayın izmiyəyə, həmin o cəhrai rəng çevriləcək ağ rəngə. Görürsünüz? Belə olur. Gəliz qaytarım dala. Bastığı udalit fon. İndi burada bir balaca dəyişik eləyək ki, Mercedesdən bu cəhrai rəngləri yığışdıraq. Dartırıq bir balaca sola. Dartırıq biraz aşağı. Biraz sağa. Görürsünüz, Mercedesdən demək olar ki, getdi. Bir balaca dartaq sağa. Belə. Biraz yuxarı. Biraz da aşağı dartaq istəyirsiniz. Belə. Artıq Mercedesdə cəhrai rəng yoxdur. İndi burada istəyirsiniz saxlayın dizmini basaq. Yəni dəyişikləri yadda saxla. Görürsünüz, hər şey getdi. Bir dənə bu qayıq şəkli qaldı və su şəkli qalıb. Bunları necə yox eləmək olar? Bir də basırıq udalit fon düyməsinə və buradan Pometit oblasti dla udalения, yəni ləğv eləmək üçün sahələri qeyd eləmək lazımdır. Fikir verirsiniz bu işarəyə. Qələm şəklidir, yaxud karandaş şəklidir. Basırıq və fikir verirsiniz kursoru mən bura gətirən kimi görürsünüz. Bax dəyişdi. Oldu qələm işarəsi. Buradan basırsınız belə və dartırsınız. Sistem sizə kömək eləyəcək. Görürsünüz. Artıq bütün şəkil cəhrai rəngindədir. Mercedesdən başqa bir balaca burada üstü cəhrai rənginə keçir. Deyib yoxdur. Qoy belə qalsın və basırıq saxlayın çizməyi.
fikir verirsiniz. Bütün fon getdi. Bir də Mercedes qaldı. Buradan biraz silindi. Buradan da biraz silindi. Yəni bu belə şəklin fonunu yığışdırmaq olar. Düz optimal variant Photoshop'dur yəqin ki proqramı. Yəni müəyyən bir əməliyyatları PowerPoint eləyəndən sonra əgər dəqiqliklə buranı da yığışdırmaq istəyirsinizsə, mən bilən Photoshop'dan istifadə eləmək daha məsləhətlidir. Amma PowerPoint-da da müəyyən qədər görürsünüz imkanlar var ki, şəklin fonunu yığışdırsın. Bugünə bu qədər. Bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.